Şimali Amerikanın daxili sularından danışacağım bugün sizə. Şimali Amerika materikinin daxili suları 4 hövzəyə aiddir. 3 okean və bir də daxili axarsız hövzə. Söz yox, indi burada daxili axarsız hövzəyə aid əhəmiyyətli bir çay yoxdur. Amma biz göstərməsək də bütün materiklərdə daxili axarsız hövzənin çayları olur. Balaca da olsa olur. Şimali Amerikadan Sakit Okean hövzəsinə aid olan çaylardan Colorado, Kolumbiya və Yukon çaylarıdır. Colorado çayı Kaliforniya körfəzinə tökülür. Kolumbiya çayı birbaşa Sakit Okeana tökülür. Yukon çayı isə Bering dənizinə tökülür. Colorado və Kolumbiya çayları yüksək dağlıq ərazilərdən başlayıb axdığına görə meyilli, böyüdür. V şəkilli, dar, dərin çay dərələrinə maliklər biz bunlara kanyon deyirik. Dünyada ən böyük kanyon Colorado çayındadır. 1800 metrə yaxın çay dərəsinin dərinliyi var. Sonra Yukon çayının rejimi isə Sibir zonasındakı çaylarla deyirlər təxminən eynidir. Yaz aylarında qarın əriməyə başladığı vaxtlarda suyun səviyyəsi artır, bol sulu olur. Yay aylarında və qış aylarında səviyyə bir qədər aşağı düşür. Şimal Buzlu Okean hövzəsinə aid olan çaylardan Mackenzie çayını göstərmək olar. Mackenzie çayı böyük Kölə gölündən başlayıb Beaufort dənizinə tökülür və bunun da rejimi elə Yukon kimi yaz və payız aylarında nisbətən səviyyə artır, yay ilə qış aylarında isə səviyyə nisbətən aşağı olur. Eyni zamanda Şimal Buzlu Okean hövzəsinə aid Hudson körfəzinə tökülən Nelson və Churchill çaylarını da göstərmək olar. Atlantik Okean hövzəsinə aid olan çaylardan Müqəddəs Lavrenti körfəzinə tökülən Müqəddəs Lavrenti çayıdır. Sonra Amerikanın ən böyük çayı olan Mississippi çayıdır. Mississippi çayı Itasca gölündən başlayıb Meksika körfəzinə tökülür. Mississippi'nin ən böyük qolları Missouri, Ohio, Arkansas və Tennessee'dir. Və Amerikanın düz mərkəz hissəsində hər tərəfə qolları yayıldığına görə gəmiçilik məqsədi ilə də çox geniş şəkildə istifadə edilir. Həm ərazinin suvarılmasında, həm də gəmiçilik üçün də istifadə edirlər. Və yalnız ABŞ-ın ərazisindədir, başqa ölkəyə düşmür. Yəni tranzit çay deyil. Rio Grande çayı ABŞ-la Meksikanın sərhəddindən axır, Meksika körfəzinə tökülür. Kitabda məlumat verirlər ki, əvvəllər insanlar ABŞ-dan Meksikaya qaçırmışlar o çayın üstündən keçərək. İndi vəziyyət dəyişib, Amerika inkişaf edir, Meksikada vəziyyət pisdir. Təzəlicə yəqin görürsünüz oradakı kartellərlə mübarizəni. İndi insanlar geriyə, o çayın üstündən keçərək qaçalmalısı kimi belə deyək, ölkənin arasına keçməyə çalışırlar, Amerikaya keçməyə çalışırlar. Göllərdən də Şimali Amerikadakı demişdik ki, bütün göllər buzlaq tektonik mənşələ sayılır. Yəni buzlaqlar yaradır. Bir dənə böyük duzlu göldən başqa Böyük Ayı, Böyük Gölə, Athabasca və Winnipeg gölləri Kanadanın ərazisindədir. Böyük beşikdəki göllərdən isə yuxarı Huron, Erie, Ontario, Kanada, ABŞ sərhəddində. Michigan gölü isə təkcə Amerika Birləşmiş Ştatlarının ərazisində yerləşir. Sonra bu böyük beşikdəki göllər bir-biri ilə enli və qısa çaylar vasitəsilə hamısı birləşir. Çayların uzunluğu azdır, amma çox enli çaylardır. Burada son iki göl arasında, Erie ilə Ontario'nun arasında Niagara çayı var. Niagara çayının üzərində də Niagara şəlaləsi yerləşir. Niagara sözünün mənası guruldayan su deməkdir. Çünki şəlalənin gurultusu 25 kilometrə qədər məsafədən eşidilə bilir. Yəni çox böyük su kütləsi yuxarıdan aşağı töküldüyünə görə gurultu səsi eşidilir. Nə demək oldu? Guruldayan su. Məsələn, Mississippi sözünün mənası çayların atası deməkdir yerli xalqların dilində. Şimali Amerikadan bu qədər. Keçək Cənubi Amerikaya. Cənubi Amerikanın da çayları uşaqlar 3 hövzəyə aiddir. 2 okean hövzəsi və bir dənə də daxili axarsız hövzə. İndi burada Sakit Okean hövzəsi ilə daxili axarsız hövzəyə aid əhəmiyyətli bir çay yoxdur. Yəni siz heç bir çayı deməyəcəksiniz burada Sakit Okeana tökülür. Səbəb nədir?
Ant dağları Sakit Okeanın sahillərində yerləşdiyinə görə dağdan başlayan çaylar birbaşa okeana töküldüyünə görə qısa və bol sulu çaylar yaranır bu ərazilərdə. Ona görə də həmin o çaylar qısa olduğuna görə xəritədə göstərilmir. Daxili Axarsız hövzəsinə də aid böyük bir çay verilmir. Amma vardır, yenə deyirəm. Biz onu ayrıca hövzə kimi sayırıq. Biz göstərəcəyimiz çaylar Atlantik Okean hövzəsinə aiddir. Ən böyük çaydan başlayaq. Amazon çayı. Amazon çayı dünyada ən bol sulu çaydır. Deyirlər ki, əgər Ucayali qolu ilə birlikdə götürülsə, dünyada ən uzun çayda hesab oluna bilər. Amma Amazonun uzunluğu Ucayali ilə Marañón çayları birləşəndən sonra hesablanır. Ucayali və Marañón gəlir burada birləşir, ondan sonra Amazonun uzunluğu ölçülür. Ucayali ilə birlikdə götürsək, Nildən də daha uzun çay olar Amazon çayı. Amazonun çoxlu qolları var. Ucayali, Madeira, Marañón, Topajos, Tocantins, Rio Negro kimi qolları var. Mümkün qədər əzbərləyərsiniz o qollardan. Sonra Amazon il boyu bol suludur. İl boyu bol sulu olmasının səbəbi Amazonun özü ekvatorialda. Sağ qolları Cənub subekvatorialında, sol qolları isə şimal subekvatorialından çoxlu su gətirdiyinə görədir. Yəni, Amazon üzərinə il boyu bol yağış yağır. Cənub subekvatorialında yağış az yağanda şimal subekvatorialından çaylar bol su gətirir. Şimal subekvatorialda quraqlıq olanda Cənub subekvatorialındakı qollar çoxlu su gətirir. Bu səbəbdən Amazonun qıt sulu, yəni suyunun az olduğu vaxt olmur. İl boyu bol suludur. Amazon çayının üzərində su ambarı və su elektrik stansiyası yoxdur. Qollarının üzərində var, amma Amazonun üzərində yoxdur. Nəyə görə yoxdur? Çünki çay çox böyükdür. Onun rejimini tənzimləyəcək, onun suyunu ambarda yığıb saxlayacaq bir ambar mümkün deyil. Yəni çox böyük olmalıdır. O da ki, çətin məsələdir. Elə bir şey tikib yaratmayıblar, qurub yaratmayıblar. İndi biraz sonra üstlərdə relyef şəraiti imkan verir. Amazon ovalıqdan axdığına görə düzənli ərazilərdə biraz çətin məsələdir. Yeri qazasan gərək. Amma üstlərə dağdadır, dağın ağzını bağlayırlar. Kənarlarda dağ özü saxlayır. Yaxşı. Amazon çayından bu qədər. Orinoco'dan danışım. Orinoco çayı şimal subekvatorialından axan çaydır. Şimal subekvatorialda olduğuna görə yay aylarında, iyun, iyul, avqust aylarında bol sulu olur. Orinoco'nun üzərində dünyadakı ən böyük şəlalə olan Anhel şəlaləsi yerləşir. 1054 metr yüksəkliyə malikdir. Orinoco'nun qolu Çurum çayının üzərindədir. Orinoco'nun mənsəbi də deltadır. Sonra Parana çayı. Parana çayı Cənub subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir. Yuxarı axarı subekvatorialdan çoxlu su topladığına görə yay aylarında bol sulu olur. Cənubun da yayı dekabr, yanvar, fevral aylarıdır. Ona görə biz Parana çayından danışanda dekabr, yanvar, fevralda onun bol sulu olduğunu qeyd etməliyik. Parananın da qollarından Parana, Paraguay, Uruguay kimi qollarıdır. Parana çayının mənsəbi estuari formasındadır. Biz də bura La Plata körfəzi deyirik. La Plata ovalığından və ovalıqdan axır La Plata körfəzinə tökülür. Sonra biz də digər xırda çaylardan burada Magdalena və San Francisco çayları yerləşir. Göllərindən dağlıq ərazidə yerləşən Titicaca və Poopó gölləri var. Titicaca gölü dedik dünyada ən yüksəkdə yerləşən göllərdən biridir. Və Maracaibo gölü var. Maracaibo gölü də Venezuela dövlətinin ərazisindədir. Mənşəyi də Lagun liman mənşəli göldür. Çox böyük təsərrüfat əhəmiyyəti var. Həm gəmiçilik, həm də neft qaz çıxarıldığına görə iqtisadi əhəmiyyəti böyükdür. Burada dünyadakı möcüzəvi hadisələrdən biri baş verir uşaqlar. Katatumba möcüzəsi. Katatumba möcüzəsi nədir? Burada Katatumba çayının Maracaibo gölünə töküldüyü ərazidə hər gün 8-10 saata yaxın şimşək çaxır. O şimşək 400 kilometr məsafədən
görünür. Biz demişik Azərbaycanın şimalından cənubuna 400 kilometr məsafə var, düzdürmü? Elə bil Astarada dayananda Samur çayının yanındakı hadisələri görürsən. Şimşək ildırımlar 400 kilometr məsafədən görsəndiyinə görə okeanda üzən gəmilər üçün təbii mayak rolunu oynayır. Yəni görürlər ki, orada şimşək çaxır, deməli bu hansı istiqamətdir? Onu tapandan sonra digər istiqamətləri müəyyən edə bilirlər. Burada o Katatumba möcüzəsinin, yəni 10 saata yaxın şimşək çaxmasının səbəbi də dağdan enən soyuq hava ilə göldən qalxan metan qazının toqquşmasını göstərirlər. Deyirlər ki, bu səbəbdən orada çoxlu ildırım hadisəsi baş verir. Bu qədər.